Qərbi Azərbaycanlıların real həyat hekayələrinin məcmuəsi. Son tarixi mənbələr təbliğata qarşı. Azərbaycan Respublikası Gənclər Fondu. Müsahib Ayda Qəzənfər qızı Xudaverdiyeva. Ayda xanım, özünüz barədə məlumat verə bilərsinizmi? Salam, xoş gördük Xalit bəy. Xalit bəy. Kəsərsən. Zəhmət olmasa adınızı, soyadınızı və ata adınızı deyin. Salam, xoş gördük Xalit bəy. Mən Xudaverdiyeva Ayda Qəzənfər qızı 1970-ci ildə Basarkeçə rayonunun Dərə kəndində anadan olmuşam. Orta məktəbə 1977-ci ildə 1-ci sinifə daxil olmuşam. Orta məktəbin 8 illik məktəbi 1986-cı ildə 8 illik Dərəkənd orta məktəbi bitirib 1986-cı ildə Pəmbəkənd orta məktəbinin 9-cu sinifinə qəbul olmuşam. 9-cu sinifi və 9-10-cu sinifi Pəmbəkənd bizim Basarkeçə rayonunun Dərəkəndində 10 illik məktəb olmadığına görə, kəndimiz 80 təsərrüfatdan ibarət olduğuna görə bizim kənddə məktəb 8 illik idi. O yüzden Basarkeçə rayonunun Pəmbək kəndində orta məktəbi qurtarmışam 87-ci ildə. 87-ci ildə orta məktəbi bitirdikdən sonra ailəmiz, atam Qəzənfər Xudaverdiyev, anam Yetər Xudaverdiyeva, 6 ay uşaqlı ailədə dünyaya gəlmişəm, 5 bacı bir qardaş. Demək, biz 87-ci kimi 88-ci ilə qədər Qərbi Azərbaycanın Basarkeçə rayonunun Dərə kəndində yaşamışıq. 1988-ci ildə məlum məsələlər, bilirsiniz ki, 1988-ci ildə Qarabağda fevral ayında baş verən Topxana meşəsindəki hadisələrlə əlaqədar olaraq o hadisələr bizim də Qərbi Azərbaycana, Basarkeçə rayonunun Dərə kəndinə də sirayət elədi, ümumiyyətlə Qərbi Azərbaycana ora sirayət elədi və beləliklə 1988-ci ildə noyabr ayının 24-də atam bizi demək orada artıq yaşamaq mümkün olmadı, hadisələr tüyan etdi və bu nöqteyi nəzərdən mən 1988-ci il 24 noyabrda Qərbi Azərbaycanı və öz doğub boya-başa çatdığım 18 il yaşadığım kənddən demək məcbur olub tərk etməli olduq və gəldim Azərbaycana. Azərbaycanın hansı ərazisinə? Şəmkir rayonunun Bada kəndinə əvvəlcə gəldik. Əvvəlcə mənim atam bizi gətirib Gəncə şəhərində, əmim mənim 76-cı ildən köçmüşdü Gəncə şəhərinin Dəyirmanlar kəndində yaşayırdı. Atam bizi gətirib qoydu ora, özü təzədən qayıtdı. 26-cı ildə? Yox, 1988-ci ilin noyabrın 24-də atam bizi gətirdi, əmimgilə qoydu. Çünki biz uşaqlar balacaydı, papamın dostları, ətrafında olan erməni dostları demişdi ki, bəs vəziyyət çox gərgindir. Atam bizim başımıza bir iş gəlməsin deyə, bizə xələl gəlməsin deyə bizi gətirdi. Gəncədə əmimgilə qoydu, qayıtdı özü kəndə. Çox sağ olun. Sizin əcdadlarınız hansı mahaldandır? Onların barədə hansısa məlumat verə bilərsinizmi? Bəli, mənim atam Qərbi Azərbaycanın İrəvan şəhərindəndir. Mənim atam köklü İrəvan şəhərindən dünyaya gəldi. Demək, İrəvan şəhərindəndir papamın atası. Və o Göyçəyə o zaman 1905-ci ildəki hadisələr vaxtı İrəvan şəhərindən ermənilərin törətdiyi qırğınlar nəticəsində mənim papamın ailəsi, atası Göyçə mahalına köç etmişdilər. Göyçə mahalına gəlmişdi atam. Göyçə mahalının Basarkeçə rayonu Dərə kəndinə köçüb gəlmişdilər və orada məskən salmışlar. Anamın atası gildə demək olar ki, Qarabağın Mehdiqulu xan, demək Qubadlı rayonunun Mehdiqulu xan kəndindən onlar da demək olar ki, o zaman Göyçə mahalına köçüb gəliblər, Basarkeçə rayonunun Pəmbək kəndinə və Pəmbək kəndindən gəlib Dərə kəndinə məskun salmışlar
və beləliklə mənim ata tərəfim İrəvan şəhərindəndir, anam da Pənbək kəndindəndir və Dərə kəndində ailə qurublar. Demək kökləri, nəsilləri Dərə kəndindəndir. Mənim əmim sırf papamın böyük qardaşı Əli Xudaverdiyev 1905-ci ildəki erməni-müsəlman hadisələrində bilavasitə iştirakçısı olmuşdu. Çünki mənim əmimin 1905-ci ildə, 1988-ci ildə 105 yaşında Haqqın rəhmətinə qovuşdu. O hadisələr və ermənilərin bizim Azərbaycanlılara qarşı törətdiyi 1905-ci il, 18-ci ildəki hadisələrin bilavasitə şahidi olmuşdu. Və hətta biz 88-ci ildə bu hadisələr baş verəndə əmim mənim çox həyəcanlandı, çox kədərləndi. Öz oğluna, mənim əmim oğlu Tomskidə prokuror işləyirdi. Oğluna dedi ki, bu uşaqları buradan götür. Ermənilər çox amansızca hücum eləyirlər insanlarımıza. Əminizin onun adını deyə bilərsinizmi? Rəhim Xudaverdiyev Tomski Dövlət Universitetini qutarıb, elə orada da prokuror olaraq qalmışdı. Əli əmim birbaşa oğluna Rəhim əmmə dedi ki, və əmim bəzi qardaşının uşaqlarından götürdü, mineral voda gətirdi. Biz amma 88-ci ilə qədər orada yaşadıq. Uşağınız haqqında nə deyə bilərsiniz? Hansı deməli nə işlə məşğul olmusunuz? Mən Basarkeçə rayonunun Dərə kəndində bilirsiniz ki, mən 1970-ci ildə doğulmuşam. Məktəbə 1-ci sinifə 7 yaşında getmişəm. Bizim ailəmiz, atam poçtalyon idi, anam kolxozçuydu. Mən öz yaşadığım şeylər deyim ki, biz Basarkeçə rayonunun Dərə kəndi, ümumiyyətlə Basarkeçə rayonunun 37 kəndi var idi. 37 kəndin 5-i sadəcə olaraq 3-ü ermənilərlə qarışıq idi, ikisi isə tam erməni kəndi idi. Yerdə qalan 32 kəndin hamısı Azərbaycanlı idi. Bizim demək qonşu kəndlərimiz Dərə kəndinin sağ tərəfimizdə Sədranxaç idi, sol tərəfdə də Pənbək kəndi idi. Bizim ermənilərlə qonşuluq əlaqələrimiz yox idi, amma mənim atam poçta işlədiyinə görə daimi ermənilərlə bizim münasibətlərimiz var idi. Amma mən orta məktəb oxuyana qədər məktəbə getmişəm. Mən orada heç bir yaşım az olduğuna görə, 18 yaşım tamam olduğuna görə mən anama, atama kömək eləmişəm də. Kolxozumuzda, savxozda təsərrüfatla məşğul olmuşuq. Tütünçülük idi. Bizim kəndimiz kolxoz idi. Kolxozun iri buynuzlu heyvandarlıq və kiçik buynuzlu heyvandarlıqla məşğul idik. Eyni zamanda tütünçülük idi, taxıl idi. Mənim dediyim kimi anam, atam kolxozçudur. Mən də məktəbdə oxuyurdum. Məşğuliyyətimiz nə olacaqdı? Biz məktəbə gedirdik. Çox gözəl günlərimiz var idi. Məktəbdə dərsimizi oxuyurduq. Eyni zamanda necə deyim, bir şagirdin, bir gəncin hansı arzuları olurdu ki, oxumaq üçün, gələcək həyatımızı qurmaq üçün orada düşünürdük və oxumaqla məşğul idik. Ailəm mənim kolxozda təsərrüfatla məşğul idi. Deməli, sizin valideynləriniz kənd təsərrüfatında işləyirlər. Bəli, Və sizin İrəvanlı babanız nə ilə məşğul Mənim olur? İrəvanlı babam yox, əmim böyük. Mən babamı görmədim. Hüseyn Xudaverdiyev, papam 37-ci ildə dünyaya gələndən 5 il sonra, papamın 5 yaşı olanda mənim babam rəhmətə getmişdi. Ondan qabaq, amma böyük əmim oğlu Əli Xudaverdiyev ferma müdürü işləyib uzun müddət. Və əmimin oğlanları, xanoğlan mənim məktəbdə müəllim işləyib. Bir oğlu yenə o da mağazində işlədib, Müzəffər Hüseynov. Və qohum əqrəba, sonra dayım, mənim anamın qardaşı dayım da Xaqverdi Ümbətov, Dərə kəndin ilk kolxoz sədri olan Hüseyn müəllim, kəndin ilk kolxoz sədri olan Hüseyn müəllim, bilirsiniz ki, Sovet hakimiyyəti 22-ci ildə qurulanda, kolxoz yaradılanda ilk kəndimizin kolxoz sədri Hüseyn müəllim olub. Hüseyn müəllimin buğaltır işləyib. Anam dediyim kimi kolxozda, əcdadlarımız kolxoz işindən də kiminin ferma müdürü işləyib, kimi müəllim işləyib, kimi təsərrüfatı ilə məşğul olub. Çünki ondan başqa bizim insanların kənddə müəllimlikdən başqa, nə bilim, həkimlikdən, briqadırlıqdan, kolxoz sədrliyindən, aqronomluqdan başqa bir işlər yox idi.
traktorçılıq var idi, kolxoz savxoz idi, kolxozda nə işlər var idi. Ona görə də hərə bir vəzifədə, hərə bir işdə çalışırdı. Sizin atanızdan onun atası barədə hansısa məlumatlar çatıbmı? Nə ilə bağlı nəzərdə tutulur, baxa hansı məlumatlar? Əgər siz düşündüyünüz kimi ermənilərin bizlə olan münasibətlə bağlı əgər düşünürsünüz ki, o sualı o cür verirsinizsə, yenə də deyirəm, biz çünki Ermənistanla Basakəçər rayonuna çox aralı məsafədə yaşayırdıq. Mən özüm 17 yaşında pasport, 18 yaşımız tam olanda pasport almağa biz Basakəçər rayonuna gedirdik. Çünki mərkəzi rayonumuz bizim Basakəçər rayonudur və eyni zamanda mən 8-ci sinifdə oxuyanda Komsomolun üzvü olduğuma görə demək olar ki, ən yaxşı şagird kimi Komsomoldan mən fəxri fərman almışdım. Və o fəxri fərmanı mənə rayonda, elə bil ki, bizim Komsomolun katibi Rasim Musayev, Azərbaycanlı idi. Onun əlindən almışdım mən o fəxri fərmanı. Eyni zamanda biz pasportlarımızı almağa gedəndə rayona ermənilərin bizim gənc yaşda olan erməni oğlanlarının baxışları, bizə qarşı olan təhqiramiz düşüncələri, bizə hər zaman belə baxırdılar, rayona gedəndə deyirdilər ki, türklər gəldi, türk deyə. Hər zaman onlar bizə türk deyə müraciət edirdilər. O da rayonda biz bunu görürdük. Eyni zamanda mənim heç yadımdan çıxmaz, bizim kəndimizin altından elektriçka keçirdi. Biz hər səhər 8-in yarısında elektriçka minib Yerevana gedirdik. Yerevana gedirdik, orada bazarlıq eləməyə, Yerevanı gəzməyə gedəndə özümün başıma gələn bir hadisə idi. Biz getdik, orada mağazinin birinə daxil olduq. Mən orada bir dənə qəşəng don gördüm, platya gördüm. Onu almaq istəyəndə mamam dedi ki, abala, mamama dedim ki, mən bu paltarı istəyirəm. Mamam müraciət elədi mağazindəki satıcıya ki, bəs o paltarı ver. Dedi ki, başa düşə bilmirəm, ya rusca danış, ya da ki, erməni dilində. Siz məktəblərinizdə erməni dili dərsləri keçmirsiniz? Biz orta məktəbdə erməni dilində dərs keçirdik. Qoy fikrimi tamamlayım. Demək ki, müraciət edəndə mamama paltarı vermədilər. Bizim də məktəbdə dərs müəllimimiz, rus dili müəllimimiz erməni idi. Demək Tigranoviç idi. Bizə adı tam olaraq yadımda deyil, deyə familiyası Tigranoviç deyildi. O bizə rus dili dərsi deyirdi. Bizə o Pəmbək kəndində, Pəmbək kəndində, orta məktəbdə. Amma öz kəndimizdə rus dilini Barimən müəllim, Həsənov Barimən müəllim deyirdi. O bizə onun Azərbaycan dilində danışa bilmədiyi üçün mən ondan bir çox rus dilində sözlər öyrənmişdim. Mən baxdım, gördüm ki, o platyanı mənə, yəni o paltarı mənə vermirlər. Mən özüm müraciət elədim rus dilində. Dedim, "Vas xaroş platya есть" deyəndə mənə dedi, var. O həmən paltarı biz aldıq, qayıtıb gəldik. Mən elə onda belə mən hiss elədim ki, biz Azərbaycanlılara qarşı xüsusi düşünülmüş faktlar var idi ki, biz Azərbaycan dilində danışığı qəbul etmirdilər. Eyni zamanda orta məktəbdə biz erməni dilində bizim kəndimizdən olan Mais müəllim Əhmədov bizə erməni dilindən dərs keçirdi. Biz erməni dilinin dərsini tədris olunurdu bizim məktəbdə. Mais müəllim isə özü Azərbaycanlı idi. Azərbaycanlı idi. Uzun müddət demək olar ki, bizim kəndimizdən həm o Naçalnik milisiya işləmişdi. Eyni zamanda ilk partiya məktəbini qutaran insanlardan biri idi. Sonra bizim 88-ci ildə məktəbimizin direktoru oldu Mais müəllim. Mais müəllim bizə erməni dilindən dərs keçirdi. Bəs o milisdə işləyirdi. Bəli, milisdə işləyirdi. Milisi tərk edib məktəbə niyə getdi? O təqaüdə çıxartmışdılar, o zaman belə idi və eyni zamanda qeyri-ixtisas müəllimləri idi çoxu bizim məktəblərdə dərs deyən müəllimlərə. Çünki niyə? Mənim yadımdadır ki, bizim məktəbdəki müəllimlərin demək olar ki, çoxu ixtisas müəllimləri deyildi. Çünki niyə? Mən onu bilirdim ki, bizim böyüklərdən də eşitdiyimiz, ətrafımızdakı insanlardan da gördüyümüz bir şey var idi ki, istəyir Moskva Dövlət Universitetini bitirəydin, istəyirsən Bakı Dövlət Universitetini bitirəydin, hansı universiteti bitirirdin, bitirsin, o ixtisasa uyğun bizimkilərə iş vermirdilər. Siz təsəvvür edin ki, mənim xalam oğlu Sürətdin Hümbətov Moskva Dövlət Universitetinin tarixini bitirmişdi.
Və ona görə Azərbaycandan, yəni o Rusiyadan bizim kəndimizə gəlmirdilər. Çünki niyə? İş vermirdilər. Kim vermirdi? Ermənilər xüsusən Azərbaycanlılara öz ixtisasına uyğun iş vermirdilər. Ancaq ya məktəbə müəllim göndərirdilər, ya da ən böyük vəzifə olsa kolxoz sədri verə bilərdilər. Çünki o cür savadlı insanların heç birinə iş verilmirdi. Ona görə də bizim Hansı səbəbə görə sizin səbəb onlar fikrinizcə? bir məqsədləri var idi ki, onlar istəyirdilər ki, Ermənistanda Azərbaycanlılara vəzifə verməyərək o gənclər ondan bezib Ermənistanı, Qərbi Azərbaycanı tərk eləsinlər. O nöqteyi nəzərdən onlara da iş verilmirdi. Gənclər də öz savadına, öz bacarığına uyğun iş tapmadığına görə tərk edirdilər. Bizim kənddən Hidayət Süleymanov var idi. Allah rəhmət eləsin. Hidayət Süleymanov Bakı Dövlət Universitetinin hüququnu qurtarmışdı. Ona baxmayaraq o gəlmişdi bizim kəndə, Basarkeçər rayonuna iş istəmişdi. Ona iş verməmişdilər. O təzədən geri qayıtdı. Neçənci ildə? Demək o 1948-ci ildə 49-cu ildə doğulmuşdu Dərək kəndində. Demək hardasa universiteti qurtarmışdı 70 neçənci illərdə. 75-76-cı illərə təsadüf edir. Səhv edirəm, tarixdə yanılaram. Amma ona baxmayaraq o gəldi Azərbaycana. Azərbaycanda onun necə savadlı bir insan olduğunu biz hamımız gördük. Demək o Naxçıvan Ali məhkəmənin sədri vəzifəsinə qədər yüksəldi. Eyni zamanda bizim kənddən Əli Məhərrəmov, o da Bakı Dövlət Universitetinin hüququnu bitirmişdi. O gəlib bizim kənddə ona tarix müəllimi, tarixçi kimi iş vermişdilər. O bir müddət tarix müəllimi işləyib, amma öz potensialını bildiyinə görə Əli müəllim də bizim demək olar ki, kəndimizi tərk elədi, Azərbaycana gəldi. Azərbaycanda uzun müddət Şuşanın prokuroru, Lənkəranda prokuror kimi vəzifələrdə çalışdı. Hətta belə Ədliyyə Nazirinin müavini vəzifəsinə qədər yüksəldi. Yəni deməyim odur ki, bizim kəndimizdən çox dəyərli insanlar var idi ki, təhsil almışdı, onların heç birinə iş verilməmişdi. Sürəddin Hümbətov qayıdıb gəldi, ona iş vermədiyinə görə o qayıtdı, getdi Moskvaya. Moskvada Qaqari rayonunun deputatına qədər yüksəlmişdi. Sonra Azərbaycanda öz həyat fəaliyyətini davam etdirdi, yüksək vəzifələrə qədər qalxdı. Yəni bunu deməkdə məqsədim ondan ibarətdir ki, orada bizim qutarıb gələn insanlara öz səviyyəsinə uyğun iş vermirdilər. Çünki onlar düşünürdülər ki, o torpaqlar bunlara məxsusdur. Biz nə qədər Azərbaycanlılar çox olsa, bunlar azalacaqlar. Ona görə qorxurdular, iş vermirdilər. Siz o məlumatları hardan almışsınız? Mən çünki gözüm görüb yaşamışam. Mən 18 il orada yaşamışam. Hətta belə mən orta məktəbi bitirəndə mənim məqsədim kimyaçı olmaq idi. Mən İrəvanda APİyə sənəd vermək istədim ki, mən gedim orada Hansı universitetinə? İrəvan Pedaqoji Universiteti var idi. Pedaqoji İnstituta İrəvana. Orada ancaq demək olar ki, bir neçə dənə ixtisas Azərbaycan dilində var idi. Fizika var idi, kimya var idi, dil ədəbiyyat var idi. Ondan başqa ixtisaslar yox idi Azərbaycan dilində. Biz də Azərbaycanlı olduğumuza görə orada o ixtisaslar, digər ixtisasları oxuya bilməzdik. Mən hazırlaşırdım ki, ora kimyaya daxil olum. Bu hadisələr baş verdi 87-ci ildə. Sonra atam dedi ki, mən artıq belə bir vəziyyətdə mən səni İrəvana göndərə bilmərəm ki, İrəvanda sən o APİdə oxuyasan. Və mən ona görə bir ilimi arada itirdim. Yəni bir il mən demək olar ki, məktəbi qurtarmışdım 17 yaşında. Ona görə mən bir il ali məktəbə demək sənəd verə bilmədim. Qaldım ki, 89-cu ildə nəhayət mən ondan sonra da bu hadisələr başladı. Məlum hadisələr 1988-ci ildə deportasiyalar. Ona görə mən 2 ilimi itirdim. Çox sağ olun Ayda xanım. Sizin kəndinizdən kimsə İrəvan Dövlət Universitetinə ya da İrəvandakı başqa universitetlərinə qəbul ola bilirdimi? Məlumatınız varmı? Xeyr. Bizim kəndimizdən ancaq İrəvanda bir kənd təsərrüfatı texnikumu var idi. O kənd təsərrüfatı texnikumundan başqa
Orada demək olar ki, APİ-ni pedaqoji universitetə bəlkə də az insanlar qəbul olunurdu. Yəni onlar elə bir şərait yaradırdı ki, Dəqiq olaraq bilmirsiniz. dəqiq bilirəm. Bizim öz kəndimizdən həmən o ancaq texnikumda oxuyanlar var idi. Biz Əliyar Məhərrəmov var idi. Sonra İsa Vəliyev oranı qutardı. Sonra Həsən öz bibim, əmim nəvəsi Həsən İsmailov oranı bitirdi. Ancaq demək olar kənd təsərrüfatı texnikumunu bitirdilər. Demək olar ki, ora o qədər şey qoyurdular ki, qadağalar qoyurdular ki, çox insanlar ona görə, həm də bilirsiniz, münasibətlər pis idi orada. Çünki İrəvanda olduğuna görə ora biraz qarışıq olurdu deyə bizim Azərbaycanlılar adətən qız uşaqlarını çəkinirdilər göndərməyə ki, orada qız uşaqlarına qarşı nəsə bir pis sözlər deyərlər, təkrarnamiz sözlər deyərlər. Elə hallar baş verirdi mi? Əlbəttə var idi. Çox idi. Elə hallar niyə yoxdur? Bizim adi uşaqlarımız o vaxt avtoşkola deyirdilər də, Fezoda deyirdilər. Bizim kənddə məsələn yaxşı oxumayan uşaqlar o şeydə Basarkeçər rayonunda avtoşkola idi, Fezo deyirdi. Ora daxil olan uşaq hər gün qırğınlar olurdu, davalar olurdu bizim uşaqlarla. Uşaqlar hər zaman gəlirdilər, üstləri, başları bizim o gənclərlə davalar olurdu. Orada da ermənilərin ağsaqqallar bunları ayırmaq əvəzinə təsəvvür edin ki, uşaqlar danışırdılar ki, bizi ayırmırdılar o ağsaqqallar. Əksinə onlar da deyir, onlara kömək edirdilər, bizə hücum çəkirdilər. Bizim gənclərimizlə tez-tez davalar düşürdü. Oradakı ermənilər yerli ermənilər idi, yoxsa yaxın şərqdən gələnlər idi? Vallahi orada heç vaxt yerli ermənilər olmayıb Basarkeçər rayonunda. Onların hamısı gəlmə idi. Çünki hansı ölkələrdən? Məsələn, Hindistandan gəlmə var idi. Hindistandan? Bəli, Hindistandan gəlmə də var idi. Ondan sonra İspaniyadan gələnlər var idi. Əsasən Türkiyənin Van gölü ətrafından olan ermənilər gəlmişdi. Yəni köçürülmə ermənilər idi. Çünki niyə? Bizim o torpaqlar əsasən Göyçə mahalı təbii qədim Azərbaycan yurtları olub. Türk yurtları, Oğuz türklərinin yurtları olub. Orada heç vaxtı tarixi ermənilər yaşamayıblar. Göyçə gölünün ətrafı sırf bizim yaşadığımız ərazilər, Basarkeçər rayonu, o Göyçə mahalı. Demək olar ki, sırf Azərbaycanlılar, türklər yaşayıb. Orada heç vaxt ermənilərin əcdadları olmayıb. Onlar hər kənardan gəlmə idi, köçürülmə idilər. Hindistandan və İspaniyadan gələn ermənilərin adlarını çəkə bilərsiniz? Mən bizim evdə, çünki deyirəm sizə ki, atam mənim poçtalyon olduğuna görə, mənim atam erməni dilini də çox gözəl bilirdi və ermənilərin hansı ki, papamla əlaqəsi olan ermənilər dostluq əlaqələri var. Onlar bizim evə tez-tez gəlirdilər. Onlar gələndə də baxırdı, soruşurdular da ki, papam hər zaman deyirdi ki, bunlar deyəndə deyirdi, biz buraları o qədər gözəl tanımırıq da təbiətini. Çünki gəlmə erməniləri idi. Bizim evimizdə də çox olmuşdu o ermənilər. Atamın dostluq elədiyi işlə əlaqəli olduğundan görə. O zaman bilirsiniz, dostluq münasibətlərinin əsas səbəbi nə idi? 1922-ci ildə Sovet hakimiyyəti, bilirsiniz 17-ci ildə Sovet hakimiyyəti qurulanda biz 15 müttəfiq respublika hamımız belə bir imperiyanın altında olduğumuza görə orada millət fərqi yox idi. Amma biz məcbur idik o imperiyada hamımız bərabər yaşamağa. Siz Mayıs müəllim barədə məlumat vermişsiniz. Mayıs müəllim milis rəisi işləmişdi, bəli. Bəli, hansı hallarla rastlaşırdı? Çox. Siz təsəvvür edin ki, bizim kənddən Abbas Əhmədov uzun müddət vəzifələrdə işləmişdi. Qasım müəllim, mənim tarix müəllimim Qasım Əhmədov rayon icra, o vaxtki birinci katibi, rayonun mərkəzi, rayonda icra hakimiyyəti deyildikdə birinci katibi olmuşdu. Onu şərləmişdilər, tutmuşdular. Savadlı olduğuna görə, çox bacarıqlı olduğuna görə, Azərbaycanlılara tərəf olduğuna görə. Mənim öz dayımı, dedim sizə, kəndin ilk buğaltırı olan Haqverdi Hümbətovu ermənilər əməliyyat nəticəsində mənim dayımı əməliyyat masasında öldürmüşdülər.
O qədər bizim kənddən gedib. Həkimin adını deyə bilərsinizmi? O vaxtı bilmirəm. Deyirdilər ki, orada yadımdadır ki, bir həkim var idi orada, kim idisə. O həkimin əlinə düşəndə kəndin cəmaatı danışırdı. Bax, eyni bax o hadisə indiki kimi gözümün qabağındadır. Gülzar xala getdi, bax elə Gülzar xalanı. O kimdir? Gülzar xala bizim kəndimizin ağbirçəyi idi. Gülzar xalanı belə həmən o ermənilər əməliyyat nəticəsində öldürmüşdülər. Siz əminsiniz ki, onlar məhz hansısa... Bəli, onları onu ki, hamı bilirsiniz nəyə görə deyirəm. Mənim özüm şəxsən başıma gəlib. Mən 6 yaşım olanda Krişadan yıxıldım. Krişadan yıxıldım, mənim çənəm partladı. Çənəm partlayanda məni götürdülər, mamamgil apardılar, bizdə Şişkaya kəndində xəstəxana vardı. Şişkaya kəndində xəstəxanaya apardılar, xəstəxanada həkimlər götürmədi ki, biz bunu, bizim belə avadanlığımız yoxdur, bunu tikməyə, bunu rayona aparın. Məni götürdülər, papamgil, mamamla papam məni rayona apardılar. Rayonun mərkəzinə? Rayon mərkəzi, Basar keçər apardılar gecə ilə. Orada təsəvvür edin ki, mən indiki kimi yanındadır, qan belə bir yaylıqla bağlamışdıq, saxlayırdıq. Məni oturmuşam, mənə yaxın gəlmirlər. Təsəvvür edirsiniz, papam axırı erməni dilində danışdı deyə məni əməliyyata götürdülər. Atam erməni dilində danışmasa məni əməliyyata götürmürdülər. Mən qanaxmadan ölə bilərdim. Bu mənim real öz başıma gəlib. 7 yaşım var idi. Sonra eyni zamanda bacım mənim qolunu su yandırmışdı, qaynar su tökülmüşdü, yandırmışdı. Siz təsəvvür edin ki, onu yanlış müalicə elədilər, onun qolunda eybəcər iz qaldı. Yəni onlarda var idi, o xislət var idi. Elə harda bir Azərbaycanlı görsün, bizə heç vaxt onlar Azərbaycanlı kimi baxmırdılar. Onlar hər zaman bizə türk deyirdilər. Türkü də bunlar elə tərzdə deyirdilər ki, təhqiramiz kimi, belə çox eybəcər bir formada deyirdilər. Yəni onlar hər zaman öz hərəkətlərindən, öz addımlarına bizim Azərbaycanlılara təhqiramiz ifadələrlə. Eyni zamanda 88-ci ildə, indiki ki mənim yadımdadır, 88-ci ildə mənim atam bizi veş götürmək istəyəndə mənim anamla atama veşi verməmişdilər çıxarmağa. Mənim bacım, rəhmətli bacım 1987-ci ildə nişanlanmışdı, 88-ci ildə toy olacaqdı. Bizim kənddə də belə bir adət-ənənə var idi. Biz Göçə gölün ətrafında yaşadığımıza görə süfrəmizdə balıqlar olurdu, balıq verirdik də menyuda. Sonra adətdə çıxmışdı toyuq vermək, soyutma toyuq. Ona görə bacımın toyu olacaqdı deyə çoxlu toyuq saxlamışdıq ki, onduşqa toyuq, əsasən toyuqlar ki, evdə? Hətta öz məhəlləmizdə, öz həyətimizdə toyuqlar saxlamışdıq ki, o toyuqları bacımın toyuna. Demək ki, mamam gil istəyiblər götürməyə, elə bir Bada kəndinin erməniləri tökülüb, qapını açıblar, mal tövləsinin, toyuqlar hamısı çıxmışdı, atam gilə şeylənməmişdi. Bir də mamam gil elə bir bacımın toyuna bir dana bordamışdılar ki, toyda kəssinlər. Onu mamam gilə verməmişdilər, mamam gilə onu gətirməyə. Sonra kənddən çıxanda papamı daşa basmışdılar maşınlarını. Papamın başı bu hissədən yaralanmış, yarılmışdı. Daşla yarmışdılar. Qanaxmadan, qorxularından orta maşını saxlamamışdılar ki, papamın nəsə də bir hadisə törədərlər. Və eyni zamanda bizim özümüz gələndə, hələ bu hadisələr tam təsvir başlamamışdı, bizi sapravajdat elədilər, Rus əskərləri çıxartdılar. Rus əskərləri olmasaydı, bəlkə də bizim maşınlara da hücum edəcəkdilər. Başkənd var idi, Krasında yuxarıda başkənd, orada postlar qurulmuşlar. Siz təsəvvür edin ki, elə bir vəziyyət yaranmışdı ki, hər gecə bizim kəndimizin cavanları, kişilər silah əllərində, nə bilim, taxtalarla, silahlar yox idi deyə bizim kəndin cəmaatında. Ancaq taxtalarla, zatla nəzarət edirdilər ki, gecələr birdən elektriçka ilə gələrlər, kəndə hücum çəkərlər. Elə bir vəziyyət yaranmışdı. O hadisələr zamanı, yəni ya da ondan əvvəl sizin kəndinizdə kimsə muxtariyyət tələb edirdimi? Məsələn, Basarkeşər rayonu üçün muxtariyyəti. O elə bir bizim Azərbaycanlıların heç vaxt elə bir düşüncəsi olmayıb ki, biz Azərbaycanlı olaraq orada bir muxtariyyət tələb eləyək, orada deyək ki, biz Azərbaycanlı. Əslində qalsaydı o torpaqlar bizim torpağımız olmağına baxmayaraq, bizim heç vaxt elə bir
niyyətimiz olmayıb. Necə yəni sizin torpağınız? Bizim Sizə qədimi Azərbaycan, əbədi əzəli Azərbaycan torpaqları olub. Türk torpaqları olub olar. Ona baxmayaraq bizim heç vaxt elə bir tələbimiz olmayıb ki, hansısa bir millət burada yaşamasın. Çünki siyasi mövqeyiniz olmayıb. ona görə bizim əks siyasi mövqeyimiz olmayıb. Sovet hakimiyyətinin dövründə mənim devrim, yaşadığım devr demək olar ki, mən 70-ci ildə doğulmuşam. 18 ildə mən elə bir siyasi, nə evimizdə atam heç vaxt işlətməyib ki, kəlməni ki, ya da ki, məktəbdə bir müəllimlərimiz bizə deməyib ki, biz ayrı bir muxtariyyət olaq, biz ayrılaq Ermənistanla, bu respublikada ayrı bir Azərbaycanlılar nəsə bir, belə bir düşüncədə olmamışıq biz heç vaxt. Mən eşitməmişəm. Bizə 1905-ci il əsəri var idi. O əsəri bizə Tofiq müəllim tamaşasını qoymuşdu. Orada Sizin kəndinizdə? Hə, öz Bəmbək yoxsa Dərə Dərə? kəndində. Bizdə fakultet məşğələdə müəllimim Tofiq müəllim Hüseynov bizim dil ədəbiyyat müəllimimiz idi. O dostluq 1905-ci il əsərində orada dostluq, qardaşlıq rəmzi olaraq Avaferdi ilə bir erməninin haqqında yazmışdı. Mənə onda gülüş rolunu verdi mənə. Mən orada gülüş rolunu oynadım. Orada gülüşün belə bir fikri vardı ki, bu da İmamverdi dayıdır, bu da Samvel dayıdır. İkisi də qonşuyuq. Biz birimizdən daimi qonşu münasibət yaratmalıyıq. Bir-birimizə mehriban münasibət yaratmalıyıq. Mən o rolu oynamışam, demək olar ki, 7-ci sinifdə. Haradasa mənim 13-14 yaşında mən o rolu oynamışam. Siz təsəvvür edin, bizim məktəbdəki müəllimlərimiz bizə dostluqdan, qardaşlıqdan danışırdılar. Evimizdə, ailəmizdə heç vaxt bu ermənilər bizim düşmanımızdır, belə bir cümlə işlətməmişdilər. Amma biz Basarkeçərə gedəndə, harasa gedib gələndə ermənilərin baxışından bizdə həmişə onlar bizi türk deyə, bunlar türkdür, bunlar buradan getməlidir deyə ifadələr işlədirdilər. Amma siz bu müsahibənin başlanğıcında deyirdiniz ki, sizin atanızın erməni dostları var idi. Bəli, bəli. Onların barədə məlumat verə bilərsinizmi? Mənim atamın heç yadımdan çıxmaz ən yaxın dostlarından biri Yenganyan idi. Deyəsən o rayonun Adını idi. Yenganyan. Bəs adını? Adı yadımda deyil. O papamın çox yaxın dostuydu. O zaman Sovetin dönəmində maşın, eyni zamanda motosiklet, velosiped, yəni kiməsə nəyisə verəndə o siyahı ilə idi. Mənim atam poçta işlədiyinə görə mənim atama o qədər böyük hörmətlə yanaşmışdı. Mənim atama velosiped vermişdi, sonra iş motosiklet verdi. Atama ki, o rahat gedib, çünki bizim kəndimizdə poçt məntəqəsi olmurdu. Mənim atam Sədraxaça işə gedirdi. Papam rahat gedib, hətta belə heç yadımdan çıxmaz ki, o bizə hər dəfə gələndə də bizə qonaq gəlirdi. Atamla yaxın dostluq münasibəti var idi. Bizə çoxlu qəşəng hədiyyələr zad alıb gətirdi. Sonra o oradan bizdə Basarkeçər rayonundan vəzifədən getdik İrəvana. İrəvana gedəndə vəzifədən babama hər il Novqod vaxtı atama atqırıqqa yazardı, Snovun qodum. Sonra bizim evə gəlirdilər, mamam rəhmətlik xəngəl pişirirdi onlara. Onlar il Novqodu, o bizim kəndimizdə arcı ağaçları var da, bildiyiniz kimi yaşlı ağac. Onlar gizli idi də, onların kəsilməsini qadağan eləmişdilər. O poçt maşınların arxası tutqaydı. Gəlirdilər gizlin, o ağaçları kəsib aparıblar real yolka üçün. Yəni atamla yaxın münasibətləri var idi. Atam mənim çox gözəl dili bilirdi. Eyni zamanda bizim rayonun təhsil şöbəsinin müdürü Basarkeçər Minasyan var idi. O Minasyanın ailəsinlə də bizim mamamın həm yoldaşıyla da ailəmiz dostluq var idi. Ki bizə həqiqətən də çox dəyərli münasibətlər göstərirdi. Belə hələm Minasyanın hesabına mənim bacım, Dərə kənd böyük bacım Xudaverdiyeva Nailə Qəzənfər qızı Dərə kəndində 1979-cu ildə bağça açıldı Dərə kəndində. O bağçada mənim bacım müəllimə kimi fəaliyyət başladı göstərməyə. Minasyanın bizim ailəmizə olan hörmətinə görə mənim bacımı bağçaya müəllimə götürdülər. Çox gözəl. Bəs o yerli Sovet Ermənistanın oradakı hakimiyyət orqanlarında işləyən erməni əsli məmurlar, başqa məmurlar
Var idi ki, sizə qarşı hörmətsizlik göstərsinlər ya da Mən bilirsiniz, mənim vəzifəm olmadığına görə, mənim yaşım az olduğuna görə, atam da bilirsiniz, poçta işləyirdi. Mən bilirdim ki, o yerli ermənilərin bizim Azərbaycanlılara qarşı münasibəti çox Komünist Partiyasının üzvü olan, vəzifədə olan məmurlar bizim Azərbaycanlılara qarşı biganə yanaşırdılar və çalışırdılar ki, Azərbaycanlılar vəzifə daşımasın. Sizin kəndinizdə yəqin ki, Komünist Partiyasının şöbəsi var idi. Əlbəttə. Oradakı rəhbərin adı nə idi? Bizdə bilirsiniz necə, Sovetli idi, Sovet sədri. Şura. Bizim kəndimizin balaca kənd 80 təsərrüfatdan ibarət olduğuna görə o kəndin siz təsəvvür edin ki, şeyi yox idi. Biz Pəmbək Sovetli ilə bir idik. Sovet sədri də bizim öz kəndimizdən idi. Yusif Əhmədov idi bizim kənddən. Erməni yox idi. Son zaman siz təsəvvür edin bizim kəndimizdən oxuyan, təhsil alıb, qayıdıb gələn kənd təsərrüfatı, Gəncə Kənd Təsərrüfatı Universitetini qutarıb gələn, baxmayaraq ki, zootexniklər var idi, agronomlar var idi. Ona baxmayaraq artıq ermənilər kəndlərə erməni əsilli nümayəndələr göndərirdilər, kolxoz sədrləri göndərirdilər, zootexniklər göndərirdilər. Onlar artıq başlayırlar Azərbaycan dilini mükəmməl öyrənməyə ki, kənd cəmaatla münasibət qura bilərsinlər. Yəni onların sizə hörməti var idi. Hörmətə görə yox və kənd cəmaatından danışa bilsinlər deyə. Kənd cəmaatı isə erməni dilində danışa bilmirdi. Bizim cəmaat bilmirdi, çünki biz ermənilərlə yaxın qonşu deyilik. Uzaq məsafədə idi, erməni dilini kənd cəmaatı bilmirdi. Məktəblərdə tədris olunmurdu, son zaman tədris olunurdu. Son zaman deyəndə neçənci ildən başlayaraq? Əsas başladılar 83-dən sonra. 83-84-cü ildən sonra, yox, əsasən də mən 6-cı sinifdə oxuyordum erməni dili keçiləndə. O da haradasa təsadüf edir. Mən 77-ci ildə orta məktəbə getmişəm. 6-da deməklə 83-cü ildə erməni dilində Mais müəllim dərs deməyə başladı. Çünki Mais müəllim həm erməni dilini gözəl bilirdi, həm də Azərbaycan dilini özdə partiya məktəbini qutarıb polis rəisi işləmişdi. Yəni o vaxt naçalniklisə, ona görə çox gözəl bilirdi. O vaxtlar sizin regionunuzda hansısa ekstremist təşkilatlar fəaliyyət göstərirdimi? Vallahi onu da bizim böyüklər danışırdılar. Mən onları görməmişəm. Yalan deyim ki, görmüşəm. Onlarla təmas olmuşam, yox. Mən onları bilmirəm. Danışılanlara görə, həm atamın danışdıqlarına görə, əmimin danışdıqlarına görə, özümdən böyüklərin danışdığına görə bilirəm ki, onların xüsusi təşkilatları var idi, Daşnaq Sütü Partiyası. Siz əminsiniz ki, o təşkilatın adı məhz Daşnaq Sütüdür. Yəni, Hakan Daşnaq Sütüdür. Deyirdilər onu. Kim deyirdi? Bizim də müəllimlərimiz də deyirdi, atam da deyirdi. Məhz Daşnaq Sütün təşkilatı? Bəli, çünki onları bilirsiniz nə vaxt üzə çıxmışdılar əsas? 88-ci ilin fevral ayından sonra onlar başladılar üzə çıxmağa. Çünki Qarabağdakı o hadisələr baş verdi. O Topxana meşəsindən bağlı, onda sirayət edən dolar çıxdı. Bizim qonşu kənddən Mehbalı müəllim var idi. O Mehbalı müəllimin qardaşı Kirabakan şəhərində yaşayırdılar. Siz təsəvvür edin ki, onun ailəsini, qardaşının ailəsini, yoldaşını, oğlunu, bir də qardaşını, üçünü də şeyə bağlamışlar, turbaya qoymuşdular, turbaya doldurmuşlar, yandırmışdılar. O ailəni... Daha çox detal verə bilərsinizmi? Məlumat verə bilərsinizmi o barədə? Neçənci ildə baş verdi? O da 88-ci ildə. 88-ci ilin haradasa dekabr ayının əvvəli, noyabrın axırları. Çünki İrəvan tərəfdə belə orada Kirabakanda ermənilər çox yaşayırdı. Ona görə bax, onların ailəsinə hücum eləmişdilər. Sırf onların ailəsini demək olar bir dənə böyük oğlu qaldı. Oğlu da əskərlikdə idi. Sovet o vaxt bilirsiniz də Sovet hakimiyyətində sulh edirdilər də orada qalmışdı. Demək bir dənə o qalmışdı. Digərləri hamısını demək ata, oğul, bir də həyat yoldaşı. Onların məndə sənədləri də var. Siz onun sənədlərini də göstərə bilərəm. Ölüm haqqı 89-cu ildə oradan 88-də ölüm haqqını alıblar. O ölüm haqqları Ermənistandan alınıb. O ölüm haqqları. Siz hansı o ailə ya da o ailənin qohumları? Bəli, qohumu.
Bəli, sizin ailəniz hakimiyyətə şikayət verirdimi o Bəli, hadis verilibdir. O barədə? ailə 89-cu ildə onların ölüm haqqıdır. Burada da Azərbaycanda istintaq qrupu yaradılıb. O istintaq qrupuna da həmən sənədlər təqdim olunub. Azərbaycanda yoxsa Ermənistanda, Sovet Ermənistanda? Sovet Ermənistanında bu hadisə törədəndən sonra ölüm aktını bilavasitə Ermənistandan alınıbdır. Gətirilib o sənədlər məndə var. Şikayət də olunub, istintaq da açılmışdır. İstintaqın sonu nə idi? Sonu biz görənmədik. Biz çünki artıq bilirsiniz də tamam oradan hər kəs keçdi. Ona görə biz o istintaqın yekununu görənmədik. Cinayət törədən kim idi? Onu bilmərik kim idi. Orada bir qrup dedilər Daşnaq üstünün uz saqqallılar onlar tərəfindən törədiblər. Bircə də onu mən sizə deyim ki, 87-ci ildə dekabr ayının, 88-ci ildə dekabr ayının 7-sində zəlzələ baş verməsəydi, bilin, inanın səmimiyyətimə ki, Xocalı soyqırımından betər soyqırım olacaqdı. Bizim Azərbaycanlıların qarşısını aldı o ağır, demək, dekabr ayının 7-sindəki olan o zəlzələ. Bizim qonşu kənddən insanlar əli yalın dağda, dekabr ayında bizdə oranın təbiəti çox sərt idi, iqlimi. Oktyabr ayından qar yağırdı. Düşünün ki, insanlar əli yalın dağlardan aşıb Gədəbəyə, aşırımları aşıb Gədəbəyə gəlmişdi. Yolda bizim elə qonşu kənddən, Pənbəkdən bir uşaq donmuşdu anasının qucağında. Eyni zamanda Şişqaya kəndindən neçə nəfərin əli, ayağı donmuşdu, o aşırımı aşanda. Çox ağır hadisələr və bir şey də mən sizə deyim, bunların Siz özünüz görmüsünüzmü o onların haqqında hadisələri? mən deyim niyə, onu mən daha sizə dəqiq deyim. Mən bilirsiniz ki, 2022-ci ildə, dekabrın 24-də Cənab Prezidentin sərəncamı ilə Qərbi Azərbaycan icması yaradıldı. Mən o Qərbi Azərbaycan icmasında Dərəkənd icma sədriyəm. Hal-hazırda kəndimiz... Könüllü olaraq yoxsa sizə maaş verilir? Yox, bizdə ictimai vəzifədir. Mən könüllü olaraq fəaliyyət göstərirəm. Eyni zamanda Basarkeçə rayon Qadınlar Şurasının sədri olaraq fəaliyyət göstərirəm və mən bilavasitə bu hadisələrin içində 88-ci ildə törədilmiş, 88-91-ci ildə deportasiya olunmuş Azərbaycanlılar, 350 minə yaxın Azərbaycanlıların və Basarkeçə rayonunun 60 mindən yuxarı əhalisinin deportasiya olunmuş və onların orada başına gələn hadisələrin bilavasitə sənədlərlə, faktlarla, o sənədlər, sübutların çoxu mənim əlimdə var, çoxunun haqqında məlumatım var. Bir çox kəndlərdə, Pənbəkdə o hadisə baş vermişdi, Şişqayada var idi, sonra Qoşabulaq kəndində o hadisələr olmuşdu. Basarkeçər rayonun üzrə kəndləridir. Hansı hadisələr? Qoşabulaq kəndi də demək bir nəfərin aşırımı keçərkən donmuşdu, əli donmuşdu. Bir ailənin, Basarkeçər rayonunun Daşkənd kəndinin, o ailəni mən çox yaxından tanıyıram. Demək, onlar da bu Kəlbəcər tərəfdən aşırımdan gələndə o ailədə də oğlan Dilarə müəllimə, Zeynalovun, Dilarə müəllimənin qardaşının da orada əl-ayağı donmuşdu. Bugün ondan sonra birinci qrup ərər olmuşdu. Çox insanların başına, 88-ci ildə o deportasiya zamanı çox insanlar zərər görmüşdü. Mənim elə sualım var. Deməli, Sumqayıt hadisələri ilə bağlı sizin o vaxt hansısa məlumatınız var idimi? Ya da erməni qoşağınız tərəfindən? O hadisələrlə bağlı mən sizə bir şey deyim ki, Sumqayıtda məhz törədilən hadisələrin heç biri Azərbaycanlılara aid olan hadisə deyil. Sadəcə soruşmaq istəyirəm, sizə ya da sizin ailə üzvlərinizə kimsə deyirdi ki, Sumqayıtda ermənilər... Yox, biz onu görmədik. Çünki ermənilərlə biz təmas olunurduq axı. Biz ermənilərlə aralı məsafədə yaşadığımıza görə bizim oradan çıxmağımızın səbəbini mən sizə deyim, necə oldu bizdə çıxdı. Çünki bizim kənd, demirəm, həm tütünçülüklə, həm də heyvandarlıqla məşğuldur. Bizim kəndin kolxoz sədri Malik Cəfərov idi. Malik Cəfərov cəmaatı yığdı və ermənilərdən də o vaxtı bilmirəm, yadımda deyil, birinci katib idi. Kim çünki o iclasda mən iştirak eləməmişdim, atam anam iştirak eləmişdi. Gəlmişdilər ki, 88-ci ildə bizdə artıq mart ayında parnikə, tütünün parnikə əkilirdi. Cəmaat ki, artıq may ayında tütün əkilsin.
Və onda camaat bizim elə bir kəndin bir dəmir yolunun üstü var idi. Bir də dəmir yolunun altında tütün sahələri var idi. Camaat tütünə getmək istəmədi. Dedilər ki, bu hadisələrdə biz qorxuruq. Məsələn, dəmir yolunun altında tütün götürməyə. Çünki hadisələr günü-gündən şiddətlənirdi. Televiziya şəklində həm Moskvada televizorlardan biz Azərbaycan televiziyasına baxamırdıq. Birbaşa Moskva televiziyasına baxırdıq deyə, ORT-yə falana baxırdıq biz onda görürdük ki, orada da hər gün o Qarabağdakı o mitinqlər, İrəvandakı o mitinqlər, İrəvanda da mitinqlər eləyirdilər. Təmiz güya ekologiya ilə bağlı. Biz bu hadisələrin televiziyada gördüyümüzə görə insanlar qorxurdu o tütün götürməyə. Və bunun üçün ona görə rayon rəhbərliyi insanları sakitləşdirmək üçün ki, kolxoz işini görsünlər, malqarlıq, heyvandarlıq. Çünki bizim elə kəndimizdə 6-7 dənə ferma var idi. Onların həm iri buynuzlu var idi, həm kiçik buynuzlu. Onlar qalırdı da, insanlar getmirdi, işləmirdilər. Onda bilirəm ki, mənim anamdan Mail Cəfərov xüsusi xahiş eləmişdi ki, yetər xanım, sən əgər tütün götürməsən, qadınlar da qorxacaq. Və tütün götürün, hər şey yaxşı olacaq. Hamı başladı, tütün götürdü, işi başladıq. Oktyabr ayında bütün... 88-ci ildə. 88-ci ildə. Oktyabr ayının 19-unda bizdə artıq qar yağılır. Demək, tütünün son yığımı hamı yığıb evə gətirdi. Bütün azuqələrimiz, tədarüklərimiz göründü. Hamı, məsələn, taxılı yığıldı. Bütün hər bir şey, kimi öz qışı azuqəsini tutmuşdu, turşu falan, hər şeyimizi. Demək olar ki, siz təsəvvür edin ki, bütün azuqələrimiz, hər şeyimiz yığıldı. Tütün, biz heç kim, bizdə əmək haqqı, günə əmək haqqı alırdı. Pulları qaldı camaatın, heç kim əmək haqqını alanmadı. O hazırladığımız tütünləri təhvil verə bilmədik. Hamısını, bütün aldığımız, qayırdığımız bir illik əziyyətimizi hamısı orada qaldı. Heç kim işinə götürə bilmədi. Təsəvvür edin, orada qaldı. 1987-ci ildə Qafan hadisələri baş vermişdi. Sizin o barədə hansısa məlumatınız var idi? Mən sadəcə eşitmişəm. Qafandan çox, demək, o bir qadının dedilər ki, eləyiblər, döşünü kəsiblər, bir çox hadisələr törədib. Özünüz eşitmişsiniz? Eşitmişəm, görməmişəm. Kimdən eşitmişsiniz? Atam danışırdı, müəllimlərimiz danışırdı. Onları sizə hardan məlumat aldılar? Onlar biz televiziyalarda o cinayət işləri, onun hamısı Moskva televiziyası göstərirdi onları. Moskva televiziyası göstərirdi ki, elə şeylər. Belə hadisələr baş verir, burada cinayət işləri açılıb, falan yerdə. Məhz dediyiniz cinayətlər? Bəli, bəli. Çünki o qadınlara qarşı törədilən hadisələrin cinayət işləri qalmış. İnsanlar... Siz əminsiniz ki, televiziyada göstərilmişdi o? O barədə məlumat verilmişdi ki, belə hadisələr baş verib, o hadisələrlə bağlı cinayət işi açıldı. İndi isə F partlayışları... Bizim Göyçədə o ev partlayışları, evlərə hücumu biz görmədik. Amma bizim elə bil ki, biz düz Basarkeçərdən demək olar ki, Azərbaycana gələn yolun üstündəydik, mərkəzi yolun üstündəydik. Biz elə bil bizdən uzaq kəndlərin ikisini yandırmışdılar. Hansı kəndləri? Kərkibaşı yandırmışdılar. O vaxt Şəfəq kəndi adı deyirdilər. Kərkibaşı yandırmışdılar. Bir də ona yaxın... Neçənci ildə və... 1988-ci ilin hardasa noyabrın əvvəllərində. Və biz hər gün görürdük ki, 5 dənə, 10 dənə maşın koloniya gedir. İnsanlar tərk edirlər o tərəfləri. İndi isə mənim bir sualım var. Deməli, bu hadisələr başa düşdüyüm kimi, hətta 88-ci ildən əvvəl baş verməyə başladılar. Bəs Sumqayıt hadisələri isə 1988-ci ilin fevral ayında baş verdi. Fevral ayında bu hadisələrin başlanmasının əsas səbəbi... Neysə, sualım odur ki, fevral və oktyabr ayları arasında nə baş verirdi? Niyə ermənilər dərhal yox, məhz noyabra qədər gözləyirdilər?
Onun səbəbi ermənilər Bəlkə nəsə deyil. baş verirdimi o Yox, aylar erməni, arasında? ermənilərin şikayəti deyil idi. O Moskvanın şeydi ki, Moskva Komünist Partiyasının siyasəti idi ki, insanları çıxmasınlar, sakitlik yaratsınlar, insanlar orada qalsınlar. Amma buna baxmayaraq da həm də həm üzdən belə deyirdilər, həm də altdan öz işlərini görürdülər. Təbliğat aparırdılar ki, heç kim çıxmasın, hamı evində, obasında otursun. Amma hərəkətləri onu göstərirdi, evlərin yandırılması, cürbəcür təhqiramiz hərəkətlərin edilməsi və nəticə onu göstərdi ki, onlar buna, yəni tək millətli bir dövlət eləmək istədi. Evləri yandıran kim idi? Ermənilər idi. Siz əminsinizmi? Bəli, əminəm, ermənilər idi. Çünki niyə? Məlumat hardan Mən almışsınız? sizə deyim. Bəli. Biz deyirəm də 2022-ci ildə cənab prezidentin bu Qərbi Azərbaycan icması yaradanda biz insanlarla daha çox təmas olmağa başladıq və təmas olanda da hamımız belə bir qətiyyətlə eyni sözlərin insanların danışması, həm sıravi kəndçilərin, həm vəzifəli şəxslərin danışıqlarından hamısı göründü ki, hamının yetkin bir fikri oldu ki, ermənilər yandırıb bunu, ruslar yox. Sizin kəndinizdə o 1988-ci ilin fevral və oktyabr ayları arasında nəsə baş verirdimi? Yox, bizim kənddə elə Hansısa təbliğat biz rast gəlmədik. Bizə qarşı, hətta bizim cəmaata qarşı Basakəçə rayonundan gələn ermənilər var idi ki, bizə gəlirdilər, ürək-dirək verirdilər ki, hər şey yaxşı olacaq. Hansı ermənilər? Rayonun o zaman vəzifədə olan Komünist Partiyasının üzvləri. Kim? Adları yadımda deyil mənim. Çünki yenə də deyirəm, Hansı vəzifə tuturdu? rayon o vaxt birinci katib. Basarkeçə rayonu 1988-ci ilin birinci katibi. Bəli, Okay. onların müavinləri, bilavasitə dediyim kimi təhsil şöbəsinin müdirləri, yəni bilavasitə bu insanlarla vəzifədə işləyən məmurlardan söhbət gedir ki, onlar çox vəcdə ilə edirdilər ki, insanlar getməsinlər. Amma bunu deyirəm də, nətər deyim, şeylə eləmirdilər də, açıq-aşkar bizə deyirdilər, amma arxadan da işi görürdülər. Siz onu hardan bilirsiniz? Görürdük də, çünki əgər siz düşünün ki, əgər bu belə olmasaydı, biz bugün Qərbi Azərbaycanda yaşayardıq, deportasiya olunmazdıq, çıxmazdıq. Bizim qarşımızı kəsərdilər, deyərdilər ki, hara gedirsiniz? Niyə siz tərk edirsiniz? Demək, bu onu göstərir ki, bunlar üzdə başqa cür, arxada başqa cür hərəkət edir. Siz əminsiniz ki, bu sizi qovan başqa təşkilatlar yox, məhz o vaxtki Komünist Partiyasının yüksək vəzifəli Əminəm, üzvləri çünki idi. niyə? Baxın, indi mənim artıq 55 yaşım var. Bəlli bir yaşdayam və Azərbaycan Respublikasında 37 ildir yaşayıram. Artıq həyatı da görürəm. Bir o şeyi bilirəm ki, əgər bir insanın elindən, obasından köçməsin, onun qarşısını almaq üçün vəzifədə olan şəxslər onu əllərində idi də, deyə bilərdilər ki, köçməyin, qalın, insanları bilirsiniz, çünki Sovet hakimiyyəti devri idi, o vaxtki Komünist Partiyasının əlində idi. Rusların və Komünist Partiyanın, Moskvanın əlində idi. Çünki 15 müttəfiq respublika, hamı Moskvaya tabi idi. Bizim cəmaət yığıldı o zaman, bizim kənddən də bir neçə nəfər ərizə ilə hamı birbaşa Moskvaya getdilər. Ki, müraciət elədilər ki, biz yerimizi, yurdumuzu tərk etmək istəmirik. Orada bizə arxa dayaq olunmadı. Komünist Partiyası Qərbi Azərbaycanlılara dəstək olmadı, dayaq olmadı ki, bizim cəmaət orada qalsın. Əksinə, ruslar hətta köməklik göstərdilər ki, ermənilər bizə qarşı təcavüzlər edib, çünki yerli ermənilər deyil idi. Onlar o daşnaq üstünlə bir yerdə birləşib, yerli ermənilər və rusların əli ilə bizi çıxardırdılar. Yəni, ruslar əgər Komünist Partiyasının o vaxtki politbüronun üzvləri istəsəydilər ki, biz oradan çıxmayaq, bizi çıxartmaya bilərdilər, saxlaya bilərdilər. Demək, onlar bu cür siyasət həyata keçirdilər ki, bugün vəziyyət onu göstərir ki, 350 mindən artıq Azərbaycanlı deportasiya olundu. Öz dədə-baba yurdlarından didərgin olundu.
Əgər belə bir şey olmasaydı biz öz yurdumuzda olardıq da. Niyə 37 ildir didərginik? Radio vasitəsilə hansısa məlumatlar almısınızmı? Yəni təbliğata məruz qalmısınızmı? Bizə yəni o zellərlə, səslərlə gəlirdilər, bəli. Bilirsiniz nə? Hansı dildə danışırdılar? Erməni dilində də deyirdilər, çıxın buranı gedin, Azərbaycan dilində də. Mikrofonla, radio ilə yox. Gəlirdilər maşınlarla. Neçə saat verirdilər? Yox, vermirdilər. Bilirsiniz nə edirdilər? Maşınlara minirdilər. Maşınların üstündə o şeylərlə, səs yüksəlcilərlə deyirdilər ki, bura sizin torpağınız deyil. Çıxın buradan gedin. Burada yaşamayın, çıxın gedin. 87-ci, 88-ci ildə bunlar bunu tez-tez eləyirdi. O cavan ermənilər idi, eyni zamanda Daşnaqsutu partiyasının üzvləri idi. Siz o Daşnaq sakalından başqa hansısa rəmzləri görmüşsünüzmü? Mən rəmz olaraq görməmişəm, amma bayraqların rəngi hansı idi? Yox, mən onların bayraqlarını görməmişəm, amma mənim yadımdadır ki, onlar mikrofonla bizim kəndlərin altından, kəndə girə bilmirdilər. Kəndlərin altından maşınlarla gedəndə bizə çağırış eləyirdilər ki, çıxın gedin buradan, bura sizin yeriniz deyil. Bu çağırışları eşitmişəm öz qulağımla. Daha çox məlumat verə bilərsinizmi? Məhz hansı ifadələr çıxın gedin, bura sizin yeriniz deyil, türklər. Bura erməni torpağıdır, sizin burada yaşama yeriniz deyil. Gedin, çıxın, gedin Azərbaycana, Türkiyə. Ora sizin yeriniz, bura bizim vətəndir. Siz bura gəlməsiz, çıxın, gedin. Bu sözləri işlədirdilər. Başqa hansı şüarları var? Mən bunları eşitmişəm, başqa şüarlarını yox, bunları eşitmişəm. Deməli 1988-ci ilin fevral ayından başladılar. Noyabrın 24-də mən çıxmışam. Ondan sonraki hadisələr onu göstərdi. Anamgilin gəlməyi, atamgilin gəlməyi, bütün kəndin sonuna qədər işıqları söndürmüşdülər, sonuna qədər. Sonra Şəmkir rayonunun bəzi erməniləri və yerli ermənilər camaatın paltarını əlindən almışdı, veşlərini əllərindən almışdılar. Artıq kəndə dolmuşdular ermənilər. Kəndlərin içərisinə dolmuşdular. Çox adamın heç veşini verməmişdilər gətirməyə. Çox insanların veşləri qaldı orada. Ermənilər buraxmadılar. Mənim atamın şəxsən veşini Elbir kənddən çıxanda atamı daşa basmışdılar. Kənddəki ermənilər dolmuşdular kəndə, atamı daşqalaq eləmişdilər. Atamın bax bu alın hissəsindən çapılmışdı atam. Maşını saxlamamışdılar ki, öldürərlər. Atamgil gəlmişdilər, Krasında var, Ruslar var idmiş ki, oradan keçəndə kömək eləyən, o Rusların yanında saxlayıb atamın qaşını təmizləmişlər, qanını. Anamın, bax bilirsiniz, mamamın xalçanın birini mamamın əlindən alıb, ermənilər dolub da kəndə. Gəlib buraxmırlar, evlərə giriblər, veşləri belə qoymayıblar çıxartmağa. Yəni sizin evlərinizi, əmlakınızı Şəmkir ermənilərə Şəmkirdən olan yerli ermənilər, hamısı tökülüb bizim kəndə daxil olmuşdular. Heç kimin, çox adamın veşini qoymamışdılar çıxartmağa. Əllərindən almış. Sizi isə göndərdilər Şəmkirə. Biz özümüz, mənim atam bizi gətirdi. Məcbur oldu atam, çünki biz qız uşağı idi, 5 qız idik. Ən kiçik bacımın 5 yaşı var idi. Ən böyük bacım idi, bacımın 22 yaşı var idi. Yəni atam fikirləşdi ki, birdən mənim uşaqlarıma xərər gələr. Ona görə atam bizi tez bir zamanda, vaxtında kənddən çıxartdı 24-ündə ki, bizə nəsə olmasın. Siz bilmişsiniz, sizin eviniz kimə verilib? Bəli, bilirəm. Şəmkir rayonunun Bada kəndindən bir erməni ailəsi yaşayır. Bu dəqiqə də yaşayır. Onun ailəsi yaşayır. Sizin o Dərə kəndindəki... Bəli, Dərə kəndindəki evimizdə Şəmkir rayonunun Bada kəndindən erməni ailəsi yaşayır. Onların soyadı deyə bilərsinizmi? Adlarını bilmirəm, soyadlarını bilirəm ki, o da poçtalyon işləyib, Şəmkir rayonunun Bada kəndində poçtalyon işləyib, o adam bizim evdə oturur. Bu dəqiqədə onun nəvələri, özləri yaşayır, yaşamır bilmirəm, bunlar yaşayır. Bizim kəndi dağıtmayıblar, tək firmaları dağıdıblar. Bu yaxınlarda deyim sizə bir 3 il bundan qabaq
biz kəndimizin çəkilişini elətdirmişdim. Mən bir xahiş eləmişdim Rusiyada yaşayan erməni ailəsindən padruqam vasitəsilə çəkilişini eləməyə qalxmışlar, amma icazə verməmişlər kəndin içərisinə girməyə. Çox istəyərəm həqiqətən də o evimizi görmək. Google-dan da baxanda görürəm, mən xəritəçiyəm ixtisasca. Baxıram ki, bizim evimiz qalıb, dağıtmayıblar, amma komlar dağılıb, kəndimizin bir çox şeyləri dağıdılıb. Qəbirlərimiz tamam dağıdılıb, qəbirlərimizi tamam dağıdıblar. O Şəmkir erməni ailəsi neçənci ildə sizə göndərilir? 88-ci ilin dekabrın 5-də Papamgil gəldi Şəmkir rayonunun Bada kəndinə. Onlar isə ondan öncə demək olar ki, 4-ü, 3-ü, dekabrın 3-dən artıq bizim evdə yaşayır. Bəs o ev mübadilələsi kim təşkil edib? Mübadilə eləmədik biz, eləyə bilmədik. Çünki imkan olmadı. O zaman Krasnost var, Qırmızı Körpü. Belə qərar vermişdilər ki, mübadilə olunsun. O zaman da bəzi adamlar razılığa gəldilər, bəziləri razılığa gəlmədilər. Sadəcə olaraq onlar orada yaşayırdılar. Köçüb getmişlər, evlərdə yaşayırdılar. Biz necə gəldik Şəmkirdə, Bada kəndində hansısa bir erməninin evində yaşadıq 93-cü ilə qədər. Sonra biz o evi qoyduq, çıxdıq Bakıya, köçdük, Bakı şəhərində yaşadıq. Bəs o sizə qarşı, siz demişsiniz ki, fevral ayından başlayaraq sizə qarşı mikrofon vasitəsilə sizə qarşı hansısa ifadələr söyləyirlər və deyirlər ki, bura sizin yeriniz deyil, buradan çıxmalısınız. Bəli. O fevral ayında idi, yoxsa dekabr ayında? Fevral ayından sonra başladı. Əsasən mart, aprel, may, iyul, bu aylarda artıq. O Şəmkir erməni ailəsi isə dekabr ayında. Dekabr ayında artıq onlar gəlmişdilər bizim kəndə, evlərə dolmuşdular. Bizim kənddə elə adamlar var idi ki, Azərbaycanda gəlib çata bilmədilər, Rusiyada zətdə oldu. Onların demək olar ki, evindən bir çöp belə çıxarda bilmədilər. Hamısı qaldı orada. Mən çünki bilirsiniz nəyə deyirəm, indi bu dəqiqə hal-hazırda bizim Dərə kəndindən 85 yaşına üstün ağbirçəklərimiz, ağsaqqallarımız var. Mənim öz xalam Hümbətova Güllü bu dəqiqə 94 yaşındadır. Bu dəqiqə onlarla da söhbət eləyəndə mən deyirəm də kəndimizin icma sədrəm 2023-cü ildə dekabr ayının 17-sində bizim kənd cəmiyyəti ilə görüşümüz oldu. Mən tez-tez kənd cəmiyyətimizlə görüşürəm, görüşlərimiz olur. Bir araya gəlirik, yığılırıq, ağbirçəklərlə, ağsaqqallarla. Bunların hamısı ilə söhbət eləyəndə hamısı eyni şeyləri, bütün yaşadıklarını danışırlar. Necə oradan çıxıblar, necə gəliblər. Ona görə bu haqda mən çox geniş məlumatım var. Bilirəm insanların nələri qaldı, necə qaldı, necə gəldik. Evlərini bizim demək olar ki, kənddən heç kim satmayıb, nə də mübadilə eləməyib. Bizim kənd çünki icma sədri olaraq bilirəm ki, heç kim evlərini satmayıb. Hamısını ermənilər gediblər, dolublar, qalırlar. Sizin o Dərə kəndində eviniz daha yaxşı idi, yoxsa Azərbaycandakı? Mən sizə deyim ki, bizim evimiz Dərə kəndindəki evimizin balkonumuzun uzunluğu 17 metr idi. 17 metr? 17 metr, eni 4 metr idi. Otaqlarımızın hər ikisi 8-8 idi. Sonra əldamımız var idi. 40 sot torpağımız var idi. Atam da sonra 29 metr uzunluğunda böyük bir, nəhəng bir tikili tikmişdi. Baş hissəsini qaraj tikmişdi, ortasını mal tövləsi tikmişdi. Aşağı hissəsini əldamı və hamam tualet tikmişdi. Demək olar ki, bütün hər bir şey alınmışdı, divarları hörülmüşdü. Üstünün bütün kərənləri belə, hər şey hazır idi. Yəni bizim orada çox gözəl şəraitimiz var idi. Azərbaycanda isə Şəmkir rayonu Bada kəndində 2 otaqlı balaca bir balkonlu bir evdə yaşadıq və artıq o bizə uyğun olmadığına görə biz 93-cü ildə tam Şəmkir rayonu Bada kəndindən köçdük, Bakıya gəldik. Bakıda isə
o cür evdən gəlmiş, elə bir yerdə yaşamış bir ailə Şəmkir Bakı şəhərində 2 otaqlı ümumi həyətdə yaşadıq. Siz təsəvvür eləyin ki, mənim atam 1988-ci ildə gəldi, dekabr ayının 7-sində. Mənim atam dözə bilmədi. Mənim atam 99-cu ildə dekabr ayının 29-unda xərçəng xəstəliyi ilə rəhmətə getdi. Bilirsiniz, bu çox ağır bir dərddir. Niyə də ağır dərddir? Bir insan qoyduğunu, tək evini, mülkündən getmir, söhbət. Mülk hər yerdə qurmaq olar. Mənim atam bir gecədə 51 yaşında atam, 47 yaşında anam, 6 uşaqla bir gecədə hörmətini, izzətini, bütün dəyərləri, adət-ənənələrini, qonşunu, böyüyü, kiçiyi, ağsaqqal, ağbirçək, hər şeyini qoydu, çıxdı. Mənim atam adaptasiya ola bilmədi. Mənim atam 94-cü ildə xərçəng xəstəliyinə tutuldu. Mən bilirsiniz nə arzulayıram? Mən əminəm ki, cənab prezidentin çox gözəl bir sözü var. Qarabağı aldı, Azərbaycana verdi və prezidentin gözəl sözü var, deyir ki, öz arabalarımızla qayıdacaq Qərbi Azərbaycana. Mənim ən böyük arzum bilirsiniz nədir? Mənim 10 yaşında 76-cı ildə atamın, anamın gözəl qızı Lalə rəhmətə getdi. Lalə Xudaverdiyev. Mənim atam da rəhmətə gedib, anam da. Atam Göyçə deyə öldü, anam da onun kimi, bir də böyük bacım rəhmətə gedib. Mənim atamın bir arzum var ki, atamla anamın, bacımın qəbri üstündən torpaq aparıb Lalənin qəbri üstünə, onları qovuşdurum ruhlarına. Çox böyük arzumdur. Və bilirsiniz, insan yetim qalır, atadan, anadan yetim qalmır. İnsan vətənsizlikdən yetim qalır. Eldən, obadan yetim qalır. Mən doğrudan da 3 tərəfli yetiməm. Həm atadan, anadan yetiməm, həm də vətəndən. Bu dünyada mənim 55 il yaşamışam. Çox gözəl həyat yaşamışam, təhsil almışam. Bakı Dövlət Universitetini bitirmişəm, fərqlənmə diplomları ilə. Gözəl yerlərdə çalışmışam. Mənim inanın səmimiyyətimə ki, ən böyük arzum o torpaqlara qayıtmaq, o eldə, obada, nə bilim, bir müəllimə kimi, coğrafiyaçı kimi gedib müəllimlik eləmək. Atam, anamın ruhunu şad eləməkdir. Əminəm ki, qayıdacaq o torpaqlara. O bizim əbədi əzəli yerlərimizdir. Bilin ki, onu ki, biz doğrudan da ora qayıdacağıq. Mən o arzu ilə yaşayıram. Həqiqətən də o arzu ilə yaşayıram. Əminəm ki, mən qayıdacağam. Amma o 18 il orada yaşadığım həyatı, orada yediyim, gəzdiyim, o dağlarda, o dərələrdə mənim heç nəyi qısqanmıram bu həyatda. İnanın səmimiyyətimə, bir qısqandığım kim Bakı Dövlət Universitetinə daxil olurdu, onu qısqanırdım. Bir də bu gün deyil, bilirsiniz nəyə qısqanıram? Bir insan ki, mənim yanımda deyir ki, mən gedirəm rayona, bayrama, elimə, obama. Bax, o insanları qısqanıram. Mən əminəm ki, mən də gedəcəm öz yerimizə, yurdumuza. Və mən Azərbaycan xalqına təşəkkür edirəm. Azərbaycanda yaşayanlara, biz bu dəqiqə hal-hazırda Qərbi Azərbaycanlıların 22 Qərbi Azərbaycan rayonları və 65 Azərbaycan rayonu, bir yerdə 87 rayon Azərbaycanın vətənimiz olan Azərbaycanda yaşayırıq. Mən əminəm ki, biz əbədi əzəli torpaq Qərbi Azərbaycana da qovuşacağıq. Çünki Azərbaycan xalqının bir vətəni var, Azərbaycan. Və birləşəcəyik, əminəm ki, öz yurdumuza da qayıdacağıq. Mən bu arzu ilə yaşayıram. Ayda xanım, çox sağ olun. Sadəcə bir neçə bəzi məsələləri dəqiqləşdirmək üçün bir neçə sual vermək istərdim. Qovulma zamanı sizin kəndinizdə kimsə öldürülübmü, yoxsa həlak olubmu? Yox, həlak olan olmayıb, öldürülən olmayıb. Sadəcə olaraq evini, eşiyini, yurdunu qoyub gəliblər. Zədələnənlər atam dediyim kimi zədələnib. Başa düşdüm. Çox sağ olun. Siz də sağ olun. Sizə minnətdarım. Sağ olun. Sağ olun. Sizə də mən təşəkkür edirəm. Bu layihəyə başladığınıza görə bir gənc olaraq
hər zaman dəstək olacağam. Çox sağ olun. Əminəm ki, doğrudan da bütün arzularınıza çatacaqsınız. Bu Allah olsun. 2026-cı ildə bu layihəni Qərbi Azərbaycanlıların tarixi mənbələr faktlara qarşı təbliğatınızı çox gözəl həyata keçirəcəksiniz. Çox sağ olun. Çox sağ olun. Sağ olun. Sağ olun.